Elman müəllim, bu günlərdə Milli Məclisin plenar iclaslarında 2026-cı ilin dövlət büdcəsi müzakirə olundu. Qanun layihəsi ilk oxunuşda qəbul edildi. Büdcə münasibət birmənalı deyil. Tənqid edənlər də var, müsbət qiymətləndirənlər də var. Ümumiyyətlə 2026-cı ilin büdcəsini necə qiymətləndirirsiniz? Tənqid edənlər haqlıdırlarmı? Müsbət mənada qiymətləndirənlər niyə büdcəni müsbət qiymətləndirirlər? İstəyirəm bu məsələlərə münasibət bildirəsiniz. Yəni büdcəmiz doğrudanmı 2026-cı ildə o qədər ağır vəziyyətdədir ki, bunu belə tənqid edirlər? Qətiyyən, yəni biz tənqid edənlərdən əgər biz polemikaya getsək, görəcəksiniz ki, əldə bir fakt yox, argumenti yox. Ümumiyyətlə deyəcək ki, elə eşitmişəm, belə oxumuşam, filan kəs belə deyirdi. Heç görmürlər büdcəni. Öz mövqeyi olmasa. Fikir bildirirlər. Samballı fikir, əsaslandırılmış fikir yoxdur bununla bağlı. Ancaq şayələrə əsaslanır. Əvvəl onu qeyd edeyim ki, bizim müstəqillik dövrü ərzində hələ heç bir zaman bizim 38,6 milyard manatlıq gəlirlərimiz və 41,7 milyard manatlıq xərclərimiz olmayıb. Yəni, ən böyük bizim müstəqillik dövrümüzün ən böyük büdcəsidir. Bu birincisi. Biraz daha anlaşılı olsun, deyim ki, il ərzində 2026-cı ildə bizim dövlətin xərcləməsi üçün əlində 41 milyard 700 milyon pul var. Sadə dillə dedim. 41 milyard 700 milyonu biz bir ilə çatdırmalıyıq, xərcləyib çatdırmalıyıq. Gəl indi o skeptiklər yoxdur, hər şeydən ancaq mənfini görənlər. Onlara üzümü tutub söyləyirəm ki, bax bizim bu büdcəmizin 41 milyard 700 milyonluq bizim xərclərimiz ki var, bunun 41,1%, rahat olsun deyim, 41% sosial yönümlüdür. 41%. Rəqəmlə dediyim 41 milyard 700 milyondan 17,1 milyard ancaq sosial istiqamətə gedir. Yəni bu sosial, dövlətlik və sosial büdcədir. 17 miljardı keçdi və 41 miljardı da ötdü bizim ancaq sosial xərclərimiz. Cənab Prezident nə deyirdi? Deyir ki, Azərbaycan dövlətinin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı, onun sosial rifahı və təhlükəsizliyi dayanır. Və nəhayət Konstitusiyamızın 12-ci maddəsində yazılıb, 12-ci maddədə dövlətin ali məqsədi vətəndaşın ləyaqətli həyat səviyyəsini təmin edilməsidir. Deməli, ləyaqətli həyat səviyyəsi dövlətin ali vəzifəsidir, ondan ali vəzifə yoxdur. Deməli, biz bu büdcəyə baxarkən ləyaqətli həyat səviyyəsi və eyni zamanda sosial rifah və təhlükəsizlik baxımından yanaşmalıyıq. Düzdür? 41% dedim sizə sosial yönümlülük. İndi gəlin baxın təhlükəsizlik baxımından, təhlükəsizlik. Bizim büdcəmizdə bu günləri 8,7 milyard manat vəsait ayrılıb bizim müdafiə və təhlükəsizlik xərclərimizə. Bu nə qədərdir? Bu bizim büdcəmizin 21%-dir. Ötən ildən çoxdur. 2026 bu ildən də, 2025-ci ildən bu xərclərimiz, təhlükəsizlik müdafiə xərcləri 318,4 milyon manat çoxdur. 318 milyon da üstünə gəlib. Fikir verirsiniz. Yəni 3,8% daha da çox artıb. Məsələn, bu il 2025-ci ildə bizim deməli müdafiə və təhlükəsizlik büdcəmiz 8,4 milyard. İndi olacaq 8,7. Bu da təhlükəsizliklə bağlı. Və Qarabağın bərpası, Şərqi Zəngəzurun bərpası bizim üçün strateji əhəmiyyətli vəzifədir və eyni zamanda orada tarixi qayıdışın təmin edilməsi. Bu məqsəd üçün, bu dediyim məqsəd üçün bizim büdcəmizin 8,4% ayrılıb. Rəqəmlə desəm 3,5 milyard manat vəsait ayrılıb. İndi gəlin, yəni anlaşıqlı, sadə dillə bunu izah edeyim. 41 milyard nə üçün getdi? Sosial rifah üçün. Daha doğrusu 41% büdcəmizin, yəni 100% büdcəmizin 41% getdi sosial, deməli bizim rifahımız üçün. 21% getdi bizim təhlükəsizliyimiz, müdafiəmiz üçün. 41 üstə gəl 21 neçə elədir? 62%. 8%, 8,4 oldu bizim Qarabağ Şərqi Zəngəzurun bərpası. 62, 80, 70% keçdi də, düzdür? Doğru. Təsəvvür edin ki, əhalimizin yaxşı yaşaması, onun təhlükəsiz yaşaması və bizim tarixi qayıdış, onun təmin edilməsinin 70%-dən çox büdcə getdi. Qalan 28 və ya 30% bütün digər sahələrə. O da bütün digər sahə bizim təhsilimizə 5 milyard manat vəsait ayrılır. Bizim deməli ayrılır səhiyyəmizə
orada 2 milyard manat vəsait ayrılır. Sosial müdafiə və sosial təminat o istiqamət 4,8 milyard manat vəsait ayrılır. Yəni bizim kənd təsərrüfatı inkişafına 1,2 milyard manat vəsait ayrılır. Prezidentin öz fondu da var. Prezident fondundan da bəzən bu verdiyi vəsait ayrılır. 300 milyon manat o istiqamətdə vəsait var. Hansı ki, quruculuq və digər lazımi sahələrə o vəsait lazım gələndə xərclənir. Eyni zamanda bizim dövlət büdcəsinin də xüsusi bir fondu var. 110 milyon da orada yerləşdirilib. Yəni sözümün canı odur ki, bu günləri sosial sahə birinci istiqamətdir. O sahəyə ən böyük pullar ayrılır. Və eyni zamanda bizim beynəlxalq əlaqələrimiz. Deməli 2026-cı ildə əhalinin sosial rifahında ciddi bir dəyişiklik olmayacaq. Yəni mənfiyə doğru bir dəyişiklik söhbət edir. Müsbətə doğru təbii ki olacaq. Yarım milyarddan çox bizim beynəlxalq əlaqələrimizdir. Gələn 2024-2026-cı ildə bizim 4,8%lik nəzərdə tutulub inflyasiyanın səviyyəsi 4,8. Bu normaldır. Və bir şey də demək istəyirəm ki, qiymətləndirmə apararkən bax heç bir zaman bu rəqəmlərə toxunmurlar. Ancaq bir tərəfli qaydada sizlər tənqid etsinlər. Dünyada bir proses var, biz də bu dünyanın tərkib hissəsiyik. Onu da yaddan çıxarmaq olmaz. Hansı tərkib hissəsi? Bax, 2024-cü ildə dünyada iqtisadi artım 3,3% idi. 3,3%. 2025-ci ildə bu il dünyada iqtisadi artım 3,2% nəzərdə tutulub. Gələn il 2026-cı ildə 3,1%. Yəni dünyada fikir verirsək iqtisadiyyatında enmə gedir. Bu enmə belə olan vəziyyətdə biz möcüzə olaq və biz bu prosesdən kənarda qalaq. Dünyanın tərkib hissəsiyik də. Üstə gəldə burada müsbət tendensiya nədir? Müsbət tendensiya odur ki, bu günləri bizdə büdcəmizin 38,6 milyard manatı bizim dediyim kimi bizim gəlirlərimizdir. 38 milyard 600 manatın formalaşmasında neft, qaz sektoru təşkil edir 43%. 43%. Qeyri-neft qaz sektoru 57%. Deməli, neft-qazdan asılı büdcədən biz artıq qeyri-neft sektorunun inkişaf elətdirildiyi bir büdcəyə keçirik. Bəli. Və nəhayət bu günləri bizim ümumi daxili... Neftdən, qazdan gələn nə gəlir olsa da bizim fonumuza toplanacaq, o da gələcək nəsillər üçün. Mən rəqəmlərlə danışıram da, mən faktlara söyləyirəm. 2022-ci il 3 il bundan qabaq bizim ümumi daxili məhsulumuzda deməli o zaman qeyri-neft sektorunun payı 58% idi. 58. İndi 2025-ci il bu 72% yüksəlib. 72. Gələn illər 76% yüksələcək. 76%. Həmişə biz nədə itham edirlər? Ay, nə bilim, neft və qaz hesabına və s. bunu deyirlər. Və neft, qaz bugünkü reallıqda, dünyada da bu bizim üçün mühüm sərvətdir və biz indi bir yaşlı enerji xüsusi prioritet istiqamət vermişik. Amma neft, qaz bir müddət bu proses gedəcək ki, bizim üçün əhəmiyyətli sektordur, bu bəlli məsələdir. Amma tendensiya neft, qaz deyil. Bax, sizə deyirəm, gələn illər bizim ümumi daxili məhsulumuzda qeyri-neft qaz sektorunun pay 76%-ə çatacaq. Və ümumi daxili məhsul. Ümumi daxili məhsulumuz məndən soruşsanız bugün nə qədərdir? 129,9, yəni daha yuvarlaq desək 130 milyard manat bugün bizim ümumi daxili məhsulumuz var. Gələn nə qədər olacaq? 134,1. 134 milyard manat gələnləri bizim də ümumi daxili məhsulumuzdur. Onun 76%-i nəyin hesabına? Qeyri-neft qaz sektorunun hesabına. Bu rəqəmlər danışır, rəqəmlər başqa həqiqəti ortaya qoyur və biz bu günləri... Bu qədər açıq rəqəmlər olduğu təqdirdə bəzən iqtisadçılar, hətta ciddi qəbul etdiyimiz insanlar belə büdcəni tənqid edirlər. Niyə tənqid edirlər? Bilirsiniz, mən sizə bir şey də söyleyeyim. Bu günləri, bax indi Bakıda, Şuşada, Türk Dövlət Təşkilatının üzv olan ölkələrinin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu keçirildi. Və o formada cənab prezidentin bir müraciəti oldu və qeyd etdi ki, bu günləri Türk Dövlət Təşkilatı dünyada bir yeni güc mərkəzi kimi formalaşmaqdadır. Və elə bu büdcəni bu kontekstdə də qiymətləndirmək istəyərdim, büdcə məsələlərini. Bax, təsəvvür edin ki, bizim üçün qardaş dövlət, müttəfiq dövlət kimdir? Türkiyə. Türkiyə, düzdür? Bəli. Bu dövlətin 1 trilyon 323 milyard manat, deməli, dollarlıq, manat yox, 1 trilyon 323 trilyon dollarlıq ümumi daxili məhsulu var. Bizim üçün qardaş dövlət kimdir? Qazaxıstandır, düzdür? 281 təsəvvür edin ki, milyard onun ümumi daxili məhsuludur. Bizə qardaş dövlət kimdir?
Özbəkistan 115 milyard dollar ümumi daxili məhsulu var. Qırğızistan 17.5, 18 milyarda yaxınlaşır. Qırğızistan nisbətən kasıb ölkədir, amma onda 9%-lik keçən il iqtisadi artım qeydə alınıb. Çox yüksək iqtisadi artıma tempinə malikdir. Bizim üçün dost qardaş dövlət Macarıstandır, düzdür? Macarıstan ümumi daxili məhsulu 204 milyard dollardır. 204. Təbii ki, Şimali Kipr kiçik dövlətdir, onda 7 milyarddır, o anlaşılandır. Amma Azərbaycanda isə dediyim kimi bu 134 milyard manata çatacaq. Belə ekvivalentdə də bu 75 milyard dollardan artıqdır. Yəni hamısı birlikdə bir təxminən 2,1 trilyon ümumi daxili məhsuldur. Və bir fakt da söyleyeyim ki, dünyada iqtisadi artım indi söyləyirəm 3,2 qeyd etdimdə sizə. Amma Türk dövlətləri təşkilatının iqtisadi artım 5,2-dir. 5,2-dir. Və yəni bu faktorlar da bizim gücümüzün ifadəsidir, bizim potensialımızın bir göstəricisidir və həm də Azərbaycan bu proses lokomotiv dövlətdir. Öz siyasəti ilə, qazandığı uğurlarla və tarixi zəfərimizdə Türk dünyasının bir iftixar mənbəyi kimi, qürur mənbəyi kimi hər zaman qiymətləndirilir və Türk dövlətləri də bundan fəxarət hissi keçirdiklərini açıq şəkildə bəyan edirlər. Və bu məntiqlə yanaşdıqda, yəni qətiyyən pessimizmə düçar olmaq lazım deyil. Bu günləri dünyada tendensiya odur ki, iqtisadiyyatda müəyyən problemlər var. Və Rusiya-Ukrayna müharibəsi Avropa ölkələrinin iqtisadiyyatına çox mənfi təsir göstərib. Bax, 80 il ərzində, 2-ci Dünya müharibəsindən sonra Avropa yağbal içində yaşayırdı. Niyə? Sosial rifah dövlətləri idilər. Pensiyalar yüksək, maaşlar yüksək. İndi məlum olur ki, bunun səbəbi nəymiş? Amerika Birləşmiş Ştatları bunun təhlükəsizlik çətiri idi. Deyirdi ki, bütün qazancınız, ümumi daxili məhsulu, bütün büdcənizin hamısı sosial məsələ həsslənsin, təhlükəsizlik bizdikdir. İndi çətirə götürüb qalıblar pis vəziyyətdə. İndi deyil ki, 0,7, 1% bir çox hallarda bunlar hərbi büdcəsi olardı, ümumi daxili məhsul. İndi də zəhmət çəkin 5%-ə qaldırdı. 5%-ə qaldırma bilsin nə deməkdir? Təxminən 5 dəfə hərbi pul daha çox xərcləməlisən. Bu deməkdir ki, 5 dəfə də sosial rifahdan kəsməlisən, 5 dəfə pensiyadan kəsməlisən, 5 dəfə maaşdan kəsməlisən. Bunun sadə izahı budur. Deməli, orta statistik Avropalı, Fransız, Alman, Norveçli və s. Deməli, gələn ildən və bu ildən də hiss olunur, gələn ildən də 5 dəfə daha çox sosial rifah baxımından aşağı səviyyədə yaşayacaq. Çünki rəqəmlər bunu diktə eləyir. Və indi siz təsəvvür edin ki, biz Azərbaycan dövləti olaraq 22 milyard manat biz 2021-ci ildən 2025-ci ilin sonuna qədər biz Qarabağ və Şərqi Zəngəzur bərpası işlərinə, yenidən qurulması işlərinə tarixi kösə vəsait xərcləmişik. İndi də 3,5 milyard təzədən ayrılıq, düzdür? 22, 3,5, 25,5 milyard manat bizim büdcəmizdən nəyə gedir? Qarabağın Şərqi Zəngəzur bərpasına niyə? Çünki oranı ermənilər tarmar ediblər, hər şey viran qoyublar. O problem olmasaydı görün Azərbaycan xalqının rifahı necə olardı? 25-15 milyard o pul özümüzə qalardı. İkincisi, biz hərbi büdcəmizi 8.7-yə qalır. Niyə? Çünki Ermənistanda güclü revanşizm var. Bəli. Paşinyanın devirlərini hədəliyirlər. Bizi yeni müharibə ilə hədəliyirlər. O, bəlkə də qaytardılar, xulyasına yaşayırlar. Və biz həmişə güclü olmalıyıq. Güclü. Biz 2020-ci ildə qalib gələrkən Ermənistanda bizim müdafiə təhlükəsizlik büdcəmiz 1,9 milyard dollardı. Bu günləri 5 milyard dollar ötüb keçib. Mən onu dollar ekvivalentində indi sizə söyləyirəm. Belə də 8,7 milyard. 8,4 milyard, yəni indiki hərbi büdcə, bu elə təxminən 5 milyard dollar deməkdir. Biz bu vəsaitləri, yəni bəyər dediyim 25,5 milyard dollar oradan, bu yandan 8,7 milyard dollar buradan. Bunları biz əgər toplasaq və sosial rifaha, insanların pensiyasına, uşaq pulu, digər məsələlərə xərcləyə bilərdik də, düzdür? Əlbəttə. Amma həmin pullar gedir, görürsünüz, hansı məsələlərə? Qarabağın bərpası, hərbi gücümüzün artırılması, çünki təhlükəsizlik məsələ bizim üçün hava su kimi lazımdır. Doğru. Hətta məşhur bir ifadə var, təhlükənin olduğunu hiss etməmənin özü ən böyük təhlükədir. Biz təhlükələr hiss edirik. Və ətrafımızda görürük ki, ətrafımız özü də təhlükə içərisindədir. Qonşu regionlarda, dünyada hansı qorxulu proseslər getdiyi, hansı siyasi, iqtisadi və hərbi kataklizmlərin olduğunu biz fərqindəyik. Və bu günləri İsraillə İran arasında müharibə yoxdur. 12 günlük müharibə oldu. Amma kim təminat verir ki, yeni olmayacaq? Buna kim təminat verir? Doğru.
Və yaxud da ki, Ermənistanda revanşistlərin hansı planlar cızdığından bizim xəbərimiz var. Buna görə biz həmişə güclü olmalıyıq. Güclü olmalıyıq. Hazır olmalıyıq. Güclüsən, haqq sənin tərəfindədir və sən özünü müdafiə edə bilərsən. Güclü olmaq. Buna görə də bizim büdcəmizin, mənim bəzi rəqəmlər səsləndirdim ki, nə qədər hissəsi sosial istiqamətə gedə bilərdi, indi getməyəcək. İndi mən bir daha sonunda qeyd edirəm ki, Avropa ölkələrindəki iqtisadi duruma baxarsınız, görəcəksiniz ki, Avropa həmin Avropa deyil. Avropa həmin Avropa deyil, sosial rifah həminki deyil və indi insanlar daha çox etiraz etməyə başlayırlar və nostalji hisslərlə yaşayırlar ki, 5 il bundan qabaq biz daha çox xoşbəxt idik. Və növbəti 5 il ərzində görəsən bizi nə gözləyir? Orta statistik Avropalı indi özünə bu sualları verir. Növbəti 5 ildə isə Azərbaycanı daha yaxşı həyat tərzi gözləyir, daha yaxşı uğurlar gözləyir. Hədəflərimiz var, hədəflərə doğru gedirik. Elman müəllim, bəzi məlumatlar yayılır islahatlarla bağlı ki, Azərbaycanda struktur islahatları gözlənilir, müəyyən dövlət qurumlarının birləşdirilməsi, müəyyən qurumların ləğvi, bu istiqamətdə müəyyən informasiyalar yayılır. Amma büdcədə görünmür bu. Adətən belə struktur islahatları aparılsaydı, bu büdcədə öz əksini tapardı. Hansısa sahənin, deyək ki, vəsaitinin azaldılması, hansısa sahənin vəsaitinin çoxaldılması, yəni bu büdcədən anlaşılardı. Biz büdcəni görməmişik, yəni biz tanışdıq, amma siz büdcə ilə tanışsınız. Büdcədən görünürmü islahatlar, yoxsa hələ bir şey görünmür? Əvvəla bir şey deyim, bu büdcə indi daha çox, məsələn, büdcədə gəlirlər 0,7% artıb. Gəlirlər 0,7%. Bu 253 milyon manatdır. Büdcədə xərclərimiz də 0,7% artıb. Bu 399 deməli milyon manatdır. İlk baxışdan 0,7% kiçik rəqəm kimi görünə bilər. Amma məsələ rəqəmin kiçikliyində deyil. Məsələ optimal idarəçilikdədir. Optimal büdcənin formalaşmasındadır. Məsələn, elə sahələr var ki, ora vəsait vardır, sonra məlum olur ki, həmin vəsait təzədən ilin sonunda xərclənir və bir hissəsi geri qayıdır. Demək, düzgün hesablama, düzgün büdcə tərtibi və optimallaşdırma burada əsas məsələlərdən biridir. Və bu büdcənin də formalaşmasında həmin yanaşmadır, həmin yanaşma öz əksini tapıb. Və mən bir Xalq qəzetində böyük bir yazım çıxmışdı, adını belə qoymuşdum, İslahatçı prezident. Bəli. Azərbaycan prezidenti Cənab İlham Əliyev öz idarəçilik fəlsəfəsi baxımından islahatçı prezidentdir. Yəni hər zaman islahatları həyata keçirir və bu bir necə deyirlər, bir prosesdir. Bu hər zaman baş verən prosesdir və Cənab prezidentin 2003-cü ildən bəri fəaliyyətinə baxsanız, hər zaman islahatlara sadiqdir və çox sürətlə dəyişən dünyanın reallıqlarına, iqtisadi, siyasi, geosiyasi və geoiqtisadi reallıqlarına adekvat addımlar atır, çevik addımlar atır, kreativ addımlar atır, innovativ addımlar atır və bizim uğurlarımızın kökündə dayanan əsas məsələlərdən biri budur. Ona görə də bizim bu büdcəmiz, hesab edirəm ki, bu büdcəmiz həm də islahatlar özündə etifa edir. İstisna deyildir ki, bəli, bu islahatlar reallaşsın. Artıq mətbuatda da siz yəqin ki, izləyirsiniz. Müəyyən, bizdə 17 nazirlik var. Onlarla bizdə publik deməli təşkilatlar var, hüquqi şəxslər var, komitələr var, agentliklər var və s. İstisna deyildir ki, islahatlar fonunda bu məsələlər bir daha baxış olsun. Məqsəd o ki, paralellik aradan qaldırılsın. Eyni işi, eyni vəzifəni müxtəlif qurumlar həyata keçirməsinlər. Bir optimal idarəçilik prinsipi tətbiq edilsin və Cənab prezident hər zaman islahatlara, yeniliklərə, tərəqqiyə hər zaman açıq olduğu və bütün bunların müəllifi, bu reallıqların müəllifi olduğu həqiqəti də qeyd etdiyimiz fonda hesab edirəm ki, haqqında bəhs etdiyimiz 2026-cı ildə də qeyd etdiyiniz istiqamətlər islahatların olması istisna deyil. Bunlar baş verə bilər və eyni zamanda bu həm bir dövlət siyasətidir, həm də bir ictimai sifarişdir. İctimai sifarişdir və inanıram ki, atılacaq addımlar bu Azərbaycan dövlətinin idarə edilməsi məsələlərinə yeni baxışı özündə etifa edəcək. Yeni baxış isə ilk növbədə ona yönəlib ki, burada əsas keyfiyyət amilidir. Keyfiyyət amili. Yəni bir işi bir neçə təşkilatın görməsi, bu həm də əlavə izafi maliyyə xərcləri deməkdir. Biz o xərcləri niyə izafi olmasına maraqlı olaq? Bizə bu lazım deyil
və yeni yanaşmalar tələb edir ki, və həm də biz ki, dünyada gedən proseslər də bunu diktə edir ki, indi idarəçilikdə və iqtisadi məsələlərdə, idarəçilik məsələlərində optimal yanaşmalar, orada çox düzgün, dəqiq hesablamalar, büdcədən düzgün istifadə, korrupsiya və rüşvətxorluğa qarşı mübarizə bu kimi məsələ həmişə aktualdır və cənab prezident bu siyasətin həmişə müəllifidir və açıq şəkildə də qeyd edir. Bax, məmurları özünü tutub söyləyir ki, xüsusilə icra hakimiyyət başçılarına ki, yaxşı işləyəni yüksəliş gözləyir, irəliləyiş gözləyir, karyera yüksəlişi gözləyir. Biz işləyənlər də, necə deyərlər, o gözü çıxarılmış qardaşından nümunə götürsün də. Bir ona qədər səhv eləmirəmsə icra başçısı xəyanət edəni, cinayət törədəndə həbs gözləyir. Həbs gözləyir. Gəl xalqın içində ol, xalqına xidmət elə, bundan zövq al, problemləri həll elə, xalq o məmnun qalsın, razı qalsın. Bizim konstitusiyamızın 1-ci maddəsidir, hakimiyyətin mənbəyi xalqdır. Milli Məclisdə orada deməli rəisə heyəti sədarətin oturduğu divanın lap yuxarısında iri hərflərlə yazılıb ki, hakimiyyətin mənbəyi xalqdır. Xalq. Amma eyni zamanda bir şey də söz söyləyim. Biz daha çox, bilməm, insan xislətidir və s. Yəni ki, insanlar bu baxımdan və bütün dünya ölkələrində sanki bir-birinə bənzəyirlər. Həmişə bu sual verir ki, dövlət mənim üçün nə edir? Heç kim sual vermir ki, mən dövlət üçün nə etmişəm? Mən nə etmişəm? Mən bu dövlət üçün nə etdim? Bax, Bəli. mən tənqid eləyirəm. Tənqid eləyirəm ki, dövlət sən niyə bunu etmədin? Sən dövlət bu addımı niyə atmadın? Sən mənim bu qayğıma niyə qalmadın? Yaxşı, özünə bir dəfə də sual ver. Yaxşı, adamların yanında sual vermə. Tək qalanda vicdanının səsi ilə bir dənə sual ver ki, bu dövlət üçün mən nə etmişəm? Həm də bu müxalifəti özümüzdə söyləyirəm ki, gecə-gündüz tənqid edirlər. Gecə-gün bir dənə müsbət, pozitiv şey görə bilmirlər də. Bir özünə sual ver ki, demirsən ki, dövlət hamımızındır. Ağızlarına yekə-yekə bu cümləni deyirlər ki, dövlət hamımızındır. Hökumət iqtidarındır. Amma dövlət hamımızındır. Hamımızınsa bir özünə sual verginə ki, hamımız bu dövlətə sahib çıxmalıyıq da. Bu dövlətə nə etmirsən? Bu dövlətin nə faydan dəyib? Bu dövləti ancaq dağıtmaqla məşğulsan. Bu dövləti sarsıtmaqla məşğulsan. Bu dövlət qalib gələndə bir dünya dövlətlərinə, təşkilatlarına, partiyalarına bir birgə müraciət edəndə imza atmırsan, o imzaya qoşulmursan. Qələbəmizi rəsmiləşdirən tarixi nailiyyətlərimizdə sən pay vermirsən. İkra hissi ilə danışırsan, məğlubiyyətimizi istəyirsən, ona sevinmək istəyirsən. Sonra deyirsən ki, sosial bazam yoxdur, niyə xalq mənim mitingimə çıxmır, niyə ardımca gəlməyəcək də, xalqın gözü tərəzidir. Xalq bunların dalınca xalq görür ki, bu dövlətin başçısı bu xalqın üzünü ağ eləyir. Xalqın bayaq söylədiyim kimi o bizim bir xəcalət tərimiz var idi alnımızda, onu hiss eləyir. Bizi qürurlu millətə çevirir. Dövlətlər içərisində bizim sözümüzün çəkisi var bu günləri. Həm də xalq görür ki, onun seçdiyi prezidenti bugün dünyanın fövqəladə dövləti olan Çində necə qarşılayırlar? Amerikada necə qarşılayırlar? Dünyanın Birləşmiş Ştatlar necə qarşılayır və necə sözlər deyirlər? Xalq bundan sevinir, qürur keçir. Amma bunların dili gəlmir ki, desin ki, cənab prezident, mən sizə müxalifətliyəm, filan addımlarınızdan mən razı deyiləm, müxalif olaraq tənqid edirəm, amma bir ilahi ədalət var da, sizin bax bu tarixi zəfərin siz müəllifisiniz. Kimlə birlikdə formalaşdırdığınız ordu və xalqla birlikdə. Və fundamental məsələlərdə, ümumilli məsələlərdə biz sizin yanınızdayıq, sizə dəstəyik. Bunu dillərinə gətirmirlər. Gətirmədikcə, onsuz da kasad olan sosial bazası sıfıra enir. Bu adi bir həqiqəti, çox sadə bir həqiqəti onlar dərk etmirlər. Dərk etmirlərsə, deməli, vay elə onların halına və elə ona qədər də siyasi yalquzaq günündədir.